əsas xəstəmizdə boyun çiyində gərginlik, ağrıdır. Bu da bunda 10 ildən çoxdur. Ona görə İranda da gedib müalicə alınır. Hələ Parkinson simptomları görsənməyib o vaxtı. Bəli. Yəni bəzən Parkinson xəstələri uzun müddət boyun çiyin ağrılarından, əzələ gərginliklərindən şikayət edirlər və müayinə də olunanda onurğada rentgenoloji və yaxud da kompüter tomoqrafiya ilə bəzən protuziyalar, yırtıqlar, osteoxondroz əlamətləri də aşkarlanır və o üzrə müalicələr alırlar. Amma müəyyən illər keçəndən sonra bu əzələ gərginliyi daha qabarıq olur, hərəkət məhdudluğuna çevrilir və sonradan xəstəmizin əlində əsmələr yaranıb. Əsas da sağ əlində, elə əsmə sağ əlində idi. İndi əlini qabağa saxlar, əsas yeriyəndə olur. Sağ tərəfli əsməsi var, bəzən başında da əsmələr olur. Neçə idi bu əlamətlər var? Artıq 2 ildir əsmələrlə özünü göstərir və Parkinsona aid də dərmanlar qəbul edir. Bəli. İndi də dərmanlarını qəbul edib gəlib deyə biraz əsmələri sakit. Doktor, müəllimdə Parkinson əlamətləri insultdan sonra, yəni insultun nəticəsində olub, yoxsa qabardı? qabardı? Çünki baş verən MRT-sinin cavabına biz baxdıq. Orada bir neçə kronik işemik ocaqlar var. Bir neçə dəfə edib bu MRT-ni. Bəli. Artıq 2022-ci ildən aşkarlanıb və ondan sonra da o birisi illərdə də yoxlatdıq. Yəni İnsult nə zaman olub? İnsult nə vaxt olmuşdu? 2 il bundan qabaq. 2 il bundan əvvəl. Eyni oldu. ərəfəyə Burada düşür. da İranda da müalicə olundu. İranda Hansı tərəfin insult olanda hansı tərəfin keyləşmişdi, zəifliyi idi? Hansı tərəfində idi? iki badanım ölmüş, işləmirdi Bütün badan. bədəni yeriyə bilmirdi. Yeriyə bilmirdim belə. Sürülen inşallah həkim vardı, söhbət doktorun yanına getdim. O dərmanları yazdı. Biraz bağladı. Parkinson əleyhinə dərmanlar yazılandan sonra əlində, ayağında o rigidlik azalır. Sağ əlində əsmələr var. Bir də qayıt geri. O sən oturub durmağa çətinlik çəkir. Bəli. İndi gəlin bir də bu tərəfə sarı. Bir də gəlin. Mənə sarı gəlin. Mənə sarı gəlin. Dayan belə, dayan. Boynunu o tərəfə əy. Çox məhduddur fikirdir. Bəli. Boyun getmir. Güclə gedir. Bu tərəfə elə Bura vapşe getmir. getmir. Nə də əsmə varsa əldə edəndə. Bəli, görsənir. İşləyəndə yaratmır. Belə ilə. Dərmanı qəbul eləməsən hərəkətin tamam olur. Hərəkətdə nə verir? Ölürüm dayı, ola bilmirəm. Ağrılar ən çox haran olur. Bir dənə də dərmanda yeməsəm, mən bir dənə olur. Məsələn, olmasam, başlayın ağrılarından da çox. Onlar içi qəbul edəndə düzəlir. Deməli, gün ərzində 3 hafta Parkinson əleyhinə xəstəmiz preparat qəbul edir. Dərmanı qəbul eləməyəndə çox güclü ağrılar olur. Çünki əzələ rigidliyi çox olduğu üçün möhkəm spazm verir. Və xəstə heç əlini də aça bilmir, qolunu da aça bilmir. Müəllimdə 10 il bundan əvvəl boyun və çiyin ağrıları ilə başlamışdı. Demək ki, hər boyun, çiyin ağrısı sadəcə qurumaq, hər hansı bir orada vətənin dartılması deyil. Edirsə, müalicələrdən keçmirsə, getdi müalicə elədi. 10 gündən sonra Adidə fizioterapiyaya gedirlər. Gizlik varsa, xəstə görür ki, məsələn, əyilə bilmir, piləkən çıxa bilmir, getdi müalicə elədi, yenə də 5 gündən sonra həmin vəziyyətə qayıdırsa, deməli bu gələcəkdə hər hansı bir xəstəliyin ilkin səbəbi ola bilir. İlkin səbəbləri eyni zamanda iyi bilmə qabiliyyətinin itməsidir. Eyni zamanda çox özünə qapanmaların, depressiv vəziyyətlərin yaranmasıdır, yuxu pozğunluğudur. Yəni hamıda bütün əlamətlər olmaya bilər. Hər hansısa ola bilər. Yəni belə vəziyyətlər əmələ gələ bilir. Biz müəllimlə bu gün boyun əzələlərini işləyəcəyik. Drenaj detoksikasiya etmişik. Bioloji aktiv nöqtələrə inyeksiya etmişik. Dünənki prosedurdan sonra axşam necə yatmısan? Yaxşı yatmışım. Yaxşı yatdın. 2 saat yatmışım.